Gördüyünüz qəbristanlıq da İmamzadənin elə yaxınındadır. O seyidlərin qəbirləridir, qədim qəbirlərdir. Bax, Şeyx İslam Gəncənin demək olar ki, Şeyxülislam olub vaxtı ilə. 1853-cü ildə dünyaya gəlib, 1938-də dünyasını dəyişib. Yəni, mötəbər insanlar olublar. Bunlar hamısı çox qədim qəbirlər var burada. Burada bir dənə də Seyid qəbri var. İnşallah onu da göstərim sizlərə. Yəqin ki, maraqlı olur. Allah hər birinə rəhmət eləsin. Allah rəhmət eləsin. Bu da Mirqafar ağa İrəvanlı 1870-1958-ci ildə dünyasını dəyişib. Seyid olub. Allah ruhunu şad eləsin. İrəvanlı olub əslən, Qərbi Azərbaycandan. Burada dəfn olunubdur. Deyildiyinə görə kəramət sahibidir. Öləcəyini bilib və bilib ki, erməni-müsəlman davası olacaq və deyib ki, məni aparın Azərbaycana dəfn edin. Belə. Yəni, belə bir məkandır, qəbristanlıqdır. Gördüyünüz kimi. Təzə qəbirlər də var, köhnə qəbirlər də var. İstədim bunda çəkim göstərəm. Allah bütün əhli qubura rəhmət eləsin. Amin.